Paytaxtda və bölgələrdə dəyişkən hava müşahidə olunur. Qeyri-sabit havanın yarada biləcəyi fəsadların qarşısını almaq məqsədi ilə müvafiq qurumlar vətəndaşlara müraciət ünvanlayıb. Xəbərdarlıqlarda əsas nə diqqətə çatdırılıb, sıradakı sujetdən biləcəyik. Ölkədə qeyri-sabit hava davam edir. Bəzi yerlərdə intensiv və güclü yağış, dağlıq ərazilərdə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 24 sm, Qrızda 34 sm, Xınalıqda 22, Qusarda isə 3 sm-dir. Milli Hidrometeorologiya Xidmətindən verilən açıqlamaya əsasən Bakıda və Abşeron yarımadasında aprelin 5-də 6-sında düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir. Küləkli hava şəraiti bugün Bakıda və Abşeron yarımadasında axşama doğru tədricən zəifləyəcək. Arabir yağış yağacaq, bəzi yerlərdə isə yağışın intensiv olacağı ehtimal olunur. Axşama doğru yağış tədricən kəsiləcək. Aprelin 7-si və 8-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti olacaq. Bölgələrdə də yağıntılı hava şəraiti sabah aprelin 7-si axşamada davam edəcək. Artıq aprelin 8-də əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 13-18, dağlıq ərazilərdə isə 5 dərəcəlik isti olacaq. Yağışlı hava hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Məhz bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət ünvanlayıb. Xəbərdarlıqda vurğulanır ki, belə hava şəraiti yol örtüyünün sürüşkən olmasına, əyləc məsafəsinin artmasına və sürücülərin nəqliyyat vasitəsinə nəzarət imkanlarının zəifləməsinə səbəb olur ki, bu da yol nəqliyyat hadisələrinin baş vermə riskini artırır. Ara məsafəsini normadan artıq saxlamalıdırlar, sürət həddini minimuma endirməlidirlər. Nəzərə almalıdırlar ki, görünüş məsafəsi məhdudlaşdığı üçün hava şəraitinin yağışlı olduğu zaman adi günlərdən fərqli olaraq daha məsuliyyətli və diqqətli davranmalıdırlar. Sürət həddində minimuma endirməlidirlər, avtomobili texniki cəhətdən saz vəziyyətdə idarə etməlidirlər. Avtomobilin şüşə sirgəsləri, xarici işıq cihazları tam işlək vəziyyətdə olmalıdır. Eləcə də yol hərəkətinin ən müdafiəsi iştirakçısı olan piyadalar da hava şəraitinin çətin və təhlükəli olduğunu unutmamalıdır. Avtomobil sürücülərinin yolu görməkdə çətinlik çəkdiklərini unutmamalıdırlar. Onlar üçün nəzərdə tutulan yerlərdən keçməlidirlər. Dövlət Dəniz və Liman Agentliyindən isə qeyd olunur ki, dəyişkən hava ilə əlaqədar Qaradağ, Dübəndi sahil limanlarına giriş-çıxış bağlanıb, digər limanlar isə açıqdır. Hava ilə bağlı məlumat Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarə Edilməsi Mərkəzi mütəxəssisləri tərəfindən aidiyyatı üzrə ötürülüb və hazırda isə Xəzər dəniz akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi arabir 25-30, açıq dənizdə isə 32 metr/saniyəyə kimi yüksələcəyi gözlənilir. Dalğanın isə 6 metrə çatacağı proqnozlaşdırılır. Hazırda isə 3 limana giriş-çıxış məhdudiyyəti qoyulub. Qaradağdır, sahildir, Dübəndidir və digər limanlar açıqdır və mütəxəssislərimiz küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar və hərəkətin nizamlanmasını təmin edəcəklər. Bir sözlə qurumlar vətəndaşları ehtiyatlı olmağa çağırırlar. Belə havalarda təhlükəsizlik qaydalarına əməl olunması xüsusi əhəmiyyət daşıyır.